Hardadır Allahın yer üzündə saxladığı bəqiyyətullah, hansı ki, Peyğəmbərin pak əhl-i beytindən kənar birisi deyil. Hardadır zalimların kökünü kəsmək üçün hazırlanmış şəxs. Hardadır əyrilik və azğınlıqları düzəltmək üçün intizarı çəkilən şəxs. Hardadır zülm və düşmənçiliyi məhv edəcəyinə ümid bəslənilən şəxs. Hardadır vacibləri və sünnələri yenidən bərpa etmək üçün qorunub saxlanılmış şəxs. Hardadır din və şəriəti əslinə qaytarmaq üçün ixtiyar verilmiş kəs. Hardadır Allahın kitabı və onun qayda qanunlarını diriltmək üçün ümid bəslənilən şəxs. Hardadır din və din əhlinin nişanələrini dirildən.